Dubl 2. Effektivliyinizi 10 dəfə artıracaq bir dənə alətdən sizə danışacağım. Çox təəssüf ki, ətrafımda 100 nəfərdən 98 bunu istifadə eləmir. Və istifadə edənlər də bəzən səhv istifadə edirlər. Bu nədir? Çox asan bir şeydir. Hamının evində var. Belə bir bloknotdur. İndi deyəcəksiniz ki, bəs biz bunu necə istifadə edəcəyik? İndi izah edirəm. Mən bura nə edirəm? Hədəflərimi yazıram. Hədəfləri 2 yerə bölmüşəm. Uzun vədəli və qısa vədəli. Uzun vədəli hədəflərə heç bir limit qoymadan 500.000 nə qədər istəyirsiniz hədəf yaza bilərsiniz. Və o hədəfləri yazırsınızmı? Əla. Ora qeyd edin hamısını. Və daha sonra qısa müddətli hədəflərə keçirik. Aylıq hədəflər. Mən gəlin öz təcrübəmi danışım sizə. Daha sonra artıq siz özünüz də kommentə yazarsınız, necə istifadə edirsiniz bunu. Mən aylıq hədəflərimi qoyuram ora. Aylıq hədəflərimi yazıram. 6, 7, 5, baxır da aya görə dəyişir bu. Və başlayıram artıq fokusumu, enerjimi həmin hədəflərə doğru, hədəflərə görə tənzimləməyə. Niyə hədəflər vacibdir? Gəlin mən bundan danışım sizə. Öz şəxsi təcrübəmi sizə danışıram. İndi bilirsiniz ki, sahibkarlıqla məşğulam, marketinq, satış, bunları yaxşı bacaram deyə dost tanış hər dəfə gəlir görüşək, gəl danışaq, bir məsələ var, məsləhətləşək, deyirəm yaxşı, gəlin görüşək. Gəlib görüşən zaman hər kəs bir təkliflə gəlir mənə. Biri gəlir ki, ay filan ölkəndə distributorluq var, buna kömək elə bizə, gətirək burada işləri görək. Nə bilim, filan deyir, məsələn, mən oyun bir studiyam var, burada bunu eləmək istəyirəm, burada bunu satışını aparmaq istəyirəm. Yəni, hərə bir təkliflə gəlir. Və düşünün, mən hədəf yazmasam, bu təkliflər hamısı yaxşı təkliflərdir. Mən qalacam ortalıqda. Ondan bir həftə, bundan bir həftə, ondan bir ay, bundan 2 ay və baxırsan ki, artıq özün öz hədəfindən kənarlaşmısan. Mən bilirəm, bu əksəriyyətinizdə də var. Yəni, mən bilirəm, bu əksərinizdə də belədir. Çünki hədəf yazmırsınız deyə, filan kəs gəldi, bu biznes açaq, getdiniz ona bir ay. Filan kəs gəldi, bu tərəf yaxşı işləyir, gəl bunu gedək, bunu otursunuz. Ay, gəl trade eləyək, ay, nə bilim, orada eləyək, ay, gəl dropshipping eləyək. Hərəsindən biraz, amma hədəf yoxdur deyə 2 ay, 3 ay sonra siz bir fokuslu şəkildə iş görmürsünüz. Və mən yoxlayıram ki, dəfələrcə bu hədəfi yazmağı məni nə qədər kənar səs-küydən azad edir. Açıram ayda 2 dəfə baxıram, görüm, mənim hədəflərimdə bu varmı? Ümumiyyətlə, bu deyilən təkliflər mənim hədəflərimlə uyğunlaşırmı? Yox, əgər hədəfimə doğru gedən yolda uyğunluq tapıramsa, o zaman yardımcı oluram. Yox, uyğunluq tapmıramsa, ya o adama konsultasiya verirəm, deyirəm, yox, sən bunu özün aparmalısan, mənə maraqlı deyil bu layihə və yaxud da ümumiyyətlə, yox deyirəm, kənara çəkilirəm, deyirəm, yox, mənlik deyil bu layihə. Və sizə də hər şeyi, belə deyim, bu mənim şəxsi təcrübəmdir. Mən bunu sizə də məsləhət görərdim ki, qısa müddətli hədəflər yazın. Bu çox vacibdir, çünki bu sizi motivasiyada, disiplində saxlayacaq. Bir də life hack deyim sizə, belə bir maraqlı şey. Mən bilirəm ki, bu hədəfə çatmağa mənə ən azı bir 4 ay vaxt lazımdır, 3 ay vaxt lazımdır. Amma mən o hədəfi indidən yazıram. İndidən yazıram, 3 ay başlayıram follow eləməyə, yəni izləməyə və görürəm ki, artıq 3 ayın, 4 ayın sonunda mən o hədəfə çatmışam. Və o məhdədə, yəni mən 3 aylıq, 3-4 aylıq bir hədəfdə mən bunu yazmayayım, bunu uzun vədəyə atım, yox. Qısa vədəyə atın və başlayın onu izləməyə. Çünki o artıq reallaşmağı daha real məsələdir ki, tez bir zamanda reallaşa bilər. Ona görə də bu şeylərə nəzarət eləsəz, bu şeylərə fokuslansaz, sizin təhsildə də, işdə də, fərq etməz, biznesdə də işləriniz çox yaxşı gedəcək. Çünki insanın fokusu haradadırsa, enerjisi də ora axır. Enerjinizi qoruyun, fokusunuzu qoruyun və istiqaməti özünüz seçin.